Allah Teala buyurur ki, biz Kur'an'ı həqiqətən Qədir gecəsində indirdik. 1000 aydan daha xeyirlidir. Qədir gecəsi nədir? Yəni Qədir gecəsi birinci Quran-ı Kərimin nazil olduğu bir gecədir. Qədir gecəsində Quran-ı Kərim kompleks şəklində Həzrət Peyğəmbərin qəlbinə nazil edilibdir. Ancaq sonradan 23 il ərzində də tədricən hadisələrə uyğun olaraq ayə bə ayə, surə bə surə nazil olubdur. Qədir gecəsi ümumiyyətlə müqəddəratın həll olunduğu bir gecədir və eyni zamanda qədri qiyməti uca bir gecədir ki, bu gecədə ibadət edilməsi tövsiyə olunur. Xüsusi olaraq oyaq qalmaq tövsiyə olunur. Ancaq bir şey də var ki, bu Qədir gecəsinin hansı gündə olduğu dəqiq məlum deyil. Bunun da bir çox səbəbləri göstərilir ki, nəyə görə bu açıq elan olunmayıb ki, Həzrət Peyğəmbərin hədislərində var ki, Ramazanın son 10 günlərində axtarın Qədir gecəsini, tək günlərdə. Yəni, həmin 10 günü insanlar daha çox ibadətə vaxt ayırsınlar deyə, daha çox məsuliyyətli olsunlar deyə, hətta gecələr də ibadət etsinlər deyə bu cür buyurulub.